Hoş gördük əziz dinləyicilər. Dünənləri Ukrayna PUA-ları, kater PUA-ları yenə də Rusiyanın kölgə donanmasına məxsus olan bir neçə gəmini sıradan çıxardı. Bununla bərabər həm də bilirsiniz ki, Trump'ın ortaya qoyduğu Trump'ın bu müharibədən Putinin simasını qurtarmaq üçün çıxış yolunu Zelenskinin istefasında görürdülər və fikirləşirdilər ki, Zelenskini bu vəziyyətdə sıxmaqla onu hakimiyyətdən uzaqlaşdırmaq və nəhayət bunların istədikləri, yəni Rusiya ilə Amerikanın razılaşdığı sülhə getmək lazımdır. Amma Zelenskinin o çevik siyasəti həqiqətən bu günləri Amerikanın da Rusiyanın da çıxılmaz vəziyyətdə qoydu ki, heç bir açıqlama verə bilməyiblər. Zelenski də bildirir ki, mən istifaya getməyə qüdrətim var, iradəm var, bu dəqiqə seçki keçirməyə hazıram, amma sən götür boynuna, atəşkəsi saxla, Ukraynanın təhlükəsini təmin et və 90 gün icazə vergən ki, mən əlbəttə ki, prezident seçkiləri keçirim. Bu çox ciddi bir addım idi və atılan bu addım hələ ki Amerikadan, nə də ki Rusiyadan heç bir səs sorağı yoxdur. Çünki əslində qalsa bu atəşkəsə getdikdən sonra istədikləri planı həyata keçirə bilməyəcəklər və Ukraynada və Ukrayna müttəfiqləri olan Avropaya da əslində qalsa müddət lazımdır. Çünki bu günləri Avropa çox səssiz surətdə ciddi şəkildə silahlanmağa gedir. Təkcə 2 gün bundan əvvəl Almaniya 58 milyard evro öz hərbi xərclərini artırmış oldu. Yəni bu günləri səssiz surətdə Avropa silahlanmaya gedir. Bugün Amerika qəti silahlanmanı artıq Ukraynaya dayandırıldığına baxmayaraq, Avropa bütün bu öhdəlikləri üzərinə götürməklə Avropanı və əsasən də Ukraynanı silahlandırır. Çünki Avropa başa düşür ki, bu təhlükəsizlik məsələsində Avropanı yem kimi ortaya qoyublar. Bugün Trump və yaxud da Rusiyada nə ilə razılaşıbsa, bu Avropanın təhlükəsi bunların umurunda deyil. Ona görə də mən düşünürəm ki, Avropanın apardığı bu addım çox gözəl bir siyasətdir və müddətə ehtiyacı var, vaxta ehtiyacı var. Çünki onlar ciddi surətdə silahlanırlar və Ukraynanın da bu məsələdə, məhz bu sülh məsələsində yox deməməsi, buyur gəlin siz atəşkəs bağlayın, biz də gedək seçkilərə deməsi əslində qalsa topun birbaşa Rusiya və Trump cəbhəsinə atılmasıyla Trump'ı yenə də zəiflətmiş oldu. Çünki artıq Amerikanın içində də Trump'ın nə qədər nüfuzunun və siyasətinin down'a doğru, enişə doğru getdiyinin şahidi. Təşəkkür ederim diqqətinizə görə.